Aha. Daxil olaq Figmamıza. Aha, nəyə baxırdıq? Biz ölçüyə baxırdıq. Baxın, bu buton seçilidir. Butonu seçmişəm. Və burada bunu göstərim sizə. Baxın, bu hissəni. Buradan hündürlüyü 59 qoymuşuq. Çalışırıq ki, tək rəqəmdən istifadə eləməyə. Və hündürlüyümüz, buton hündürlüyümüz 24-dən yuxarı olsun. Çünki burada amma 59-dur. Bunu 60 eləyə bilərdik. Zaten yenə də böyükdür. Baxın, böyük görünür. Bunun qarşısını almaq üçün telefonda Figmanı açırıq və baxırıq. Hündürlüyümüz dəhşət çoxdur və hover qoymuruq animasiya olaraq, prototip olaraq hover qoymuruq mobilyaya. Çünki hover yoxdur. Aha. İndi biz belə bir şey deyək. iOS dizaynları həmişə minimal dizaynlar olur və bu kölgəli dizaynlar həmişə Androidlərdə olur. iOS-larda bu tip kölgəli dizaynlardan istifadə eləmirik. Tünd kölgəli dizaynlardan istifadə eləmirik. Şriftimizin ölçüsü yaxşıdır, amma qalındır. Daxilindəki şriftin ölçüsü qəşəngdir, amma qalındır. Aha, açıq bozdur. Burada televizorda biraz qəribə görünür. Açıq bozdur. Biraz tündləşdirir. Mənim mikrofonum açıqdır axı. Səsim gəlir, dəyərli dostlar. Bir nəfər oradan cavab versin. Kesdik. Tamam. Bunu da indirək aşağı. Aha. Biz Google-dan qeydiyyatdan keçini nə üçün istifadə edirik dizaynlarımızda? Bu keçidi. Daha sürətli keçidini açsaq. Bunun yeri sizcə daha sürətli keçid üçün uyğundur? Əlbəttə. Daha yaxın. Yəni, bura əlimizi gətirib ora klikləmək daha çətindir, nəinki burada olsa. Yəni, burada bunun yeri nə ki, bu təzə tapır, kontroluna vuranda yeri göstərir, işarəliyir. Baxın, bunun yeri yaxşı deyil. Bunun yeri tam buralarda olmalıdır. Və nə edirik? Burada yenə butonlarımızın hündürlüyünə gələcəm. Hündürlüyümüz çoxdur. Bunun üçün Figma tətbiqini endirib telefondan baxmaq lazımdır. Və aradakı məsafələri nizamlı eləmək lazımdır. Çalışaq ki, 3 rəqəmlərlə eləyək aradakı məsafələr. Baxın, gəlin belə eləyək. 26-dır, okeydir. Məsələn üçün bunu 24 qoysaq daha yaxşı olardı. 26 da yaxşıdır əslində, 26 da pis deyil. 24-ə bölünür 26. 4-ə bölünür 26. 28 bölünür amma. Eləyək bunu 28. Bax, buradakı məsafəni bəyənmədim. Nəyə görə? Çox yaxındır bir-birinə. Baxın, 11-dir. Bunu eləsək 14. Necə? Yox, alt düyməsini basıb saxlayıram. Məsələn, bunu seçdim. Bu inputu seçdim. Alt düyməsini basılı saxlayıram. Nəyin üzərinə gətirsəm arasındakı məsafəni göstərir. Məsələn, bununla arasındakı məsafəni də göstərir. Bununla da 149. Aha. Nə edirik indi? Bunu eləyirik 26-dır. Bunu eləyirik məsələn 28. Hamısının arasındakı 28 olur. Bunun arasındakı məsafə nədir? 11-dir. Bunu minimum 16 eləyək. Arasındakı məsafəni. Çünki baxın, burada çox sıxdır. Yəni, sən klikləyəndə avtomatik olaraq bunu da razılaşmış olursan. Bu butonla da məsafəsi çox yaxındır. Hətta demək olar ki, yapışıb butonla yazı. Onunla arasındakı məsafəni 20 neçə demişdik? 26-dır. 28 dedik. 28. 28 qoysaq əla. Baxın, bu ikisi bir-biri ilə əlaqəli deyə bunların arasındakı məsafəni azaldırır. Məsələn, 22 qoya bilərik, 24 qoya bilərik. 24 bölünür. Bölünür. İstə yazsan riyaziyyatda. Bunların arasındakı məsafəyə baxaq. Nə qədərdir? Səfər önümüzə 20-dən yaxınlaşdırın, baxın. 25. Bunu eləyirik, məsəl üçün, neçə eləyək? Bu çoxdursa eləyək, bunu 16 məsafə yaxınlaşdıraq. Bax, bir-biri ilə əlaqəli olan şeyləri həmişə bir-birinə yaxın qoyun. Bax, girişlə bu artıq hesabınız varmı cümləsi bir-biri ilə əlaqəlidir. Və bunlar bir-birinə əlaqəli olduğu üçün bunların arasındakı məsafəni biraz azaldırıq. Nə edirik? 16 qoyduq. Bunun ölçüsünə baxırıq. Hündürlük nədir? 14. Hündürlük biz nə demişdik? Bu kliklənə biləndir. Bunun minimum hündürlüyü olmalıdır 24. Şriftin ölçüsünü elə qoymalıyıq ki, bunun hündürlüyü 24 olmalı ki, rahat kliklənə bilsin.
Okay. Aha. Bəli. Ona görə sadə yazı kimi vermək daha məqsədli. Hə. Nəyə görə? Bizdə dizaynda bir dənə güclü butonumuz olmalıdır və ilk nəzərə o çarpmalıdır və bizim ilkin qarşılayan hissədə giriş butonu olmalıdır bizdə. Qeydiyyat ikinci dərəcəli olmalı. Burada da qeydiyyatdayıqsa, qeydiyyat əsas butonumuzdur. Giriş isə ikinci dərəcəli butondur. İki dənə eyni güclü buton qoyanda insan ağlını qarışdırmır. Ona görə olmaz. Gəldik bu hissəyə. Kritiklərimizi elədik. Bu başlıqdakı olanı bəyənmədik. Yerini dəyişəcəyik bu hissəyə. Baxın, belə bir şey deyim də. Sizin dizaynınız, belə deyim də, işinizdə istifadə edəcəyiniz dizaynınız sizin tətbiqin istifadəsini və onun düzülüşünə təsir eləməməlidir. Buna görə, bu şəklə görə bu yazılar birinci buradadır, burada bu hissədə. Bu təsir eləməməlidir. Ya yazını şəkli kiçiltməlisiniz, ya yerini dəyişməlisiniz. Qəti şəkildə həmin dizaynınıza problem yaratmamalıdır mütləq şəkildə. Bunu nəzərə alın. Aha. Sonra nə edirik? Gəlirik, yəqin ki, qeydiyyatdan keçdik. Gücləndirici aktivdir. Bunu başa düşmədim. Nədir bu? Addım sayan deyir. Reklama baxanda deyəsən 2x verir. Deməli, bu ortada bir dənə də bir hissəyə var, logo. Buna klikləyəndə nəsə olur? Deməli, onda da məsələn, ortaya basanı basın. Gəlin, hansı səhifəyə klikləyəndə? Ortada bu səhifədə. Ortada bir dənə imaj var. Addım hesablarının altında. Addım əsas. Hə. Ortada var, sınırsın altında. Aha, buna klikləyəndə bu hissə açılır. Okay. Aha. 3x gücləndirici. Pulsuz gündəlik qalır. Okay. Bunu da həmin addımlardan buradan abunəlik alırsan. Bəli. Okay. Maraqlıdır. Bəs bunu necə nəzarət edəcəksən? Bunun məsələn neçə addım atdığını necə biləcəksən? Bir addıma yuxarıda var. Bir hesabında. Yox, bildim. Bunun hesabını necə tutacaqsan? Bunun hesabını necə tutacaqsan? O proqramımızda hesablamışam. Telefonun içindəki o proqram var, tanıtlayım. Bu hesablayım. Bildim. O necə məsələn hərəkətlənmə bilir. Məsələn əvvəl Androiddə belə bir şey vardı. Əlvi belə sallayanda bir addım yazılırdı. Atım onu paltar maşının içinə. Ya da bir dənə alət tapım bunu belə fırlayır. Əsas spell oyunu vardı. Ona görə hesablamışam. Bu da addımda hesablayır. Bir var ki Google Play, Google Map'lə falan əlaqəlidir. Sən hərəkət elətdikcə Google Map'lə əlaqəlidir. Oxşar dizaynda. Əsas fitness vardı, o hesablayır. Hə. O məsafəninsə onu atar maşına bunu. İşə gəldikcə. Taksi işləmdən olsun. İşte taksiyə versən. Aha. Keçdik bura, gücləndirdik, keçirik, buradan hədiyyəmizi aldıq. Tapbarın hanı, dəyərli dostum? Tapbar hardadır bizdə? Tapbar. Burada görsənmədik, sonra düşünüyorum. O bir səfədə var. Aha. Səncə niyə görünmür burada? İçindədir. Bunu bağlayayım, təzədən preview edeyim. Baxaq. Buradan göstərsəm elə biləcəksiniz nəyə görə görünmür. Dizayna baxın. Tapar var. Amma görünmür. Səbəb. Bu tapar var ya, burada tapbarımız var bizim. Və dizayn açacağım indi, present eləyəndə görünmür. Frame üstə deyil, o üstə deyil də tapbar. Nə qədər, necə üstə?
Ben bunu deyim də. İndi açılsaydı mən də səbrim tükəndi göstərərdim. Baxın. Çünki tapbarı ən aşağı qoyub. Ən aşağı qoymuruq. Bunun bitişi hardadır? Sən indi gəlin bunu qaldıra bilmirəm. Editim yoxdur. Mən onu istədim yerlərdə elədim. Onu qaldırmadım. Niyə? Yapışsın elədi ekrana, ondan paylaş elədim. Baxın, indi keçirəm bu hissəyə. Baxın, scroll edirəm, aşağıda görünür. Tapbar fix yox, belə olmalı deyil. Mən edit verə bilirsən? Mən edit istəyim edit. Mənə edit versən çox əla olar. Elə həmin problemi aradan qaldıraq. Telefonla alsan? Bildim. Onda gəlin, burada editim varsa elə buradan bir nümunə ilə göstərək. Bir dənə frame yaradıram. Gəlirəm, frame yaradım. Burada məsələn 13, 14 qoyduq. Burada plus var. Klikləyək. Eynisi düşdü. Burada eynisi düşdü. Bu əladır. Bu bilirsiniz nə üçündür? Bura klikləyəndə plus düşməlidir. Bura. Niyə düşmür? Frame-ə klikləyəndə aktiv olur. Əla. Bu bilirsiniz nədir? Bəzən bu kiçik bir dəyişikliyə görə dizaynı kopyalamalısınız da, elə deyil. Məsələn, burada plusa basanda klikləyirsiniz, kopyasını atır. Və burada istədiyiniz kiçik dəyişikliyi eləyə bilirsiniz. Yox. Baxın, nə edirəm? Burada frame-ə kliklədim və bunun üzərinə yaxınlaşdıranda mənə pluslar gəldi ki, məsələn, solu artıraq. Sağdan düşkən, solu doluymuş şeyin orada. O belə icazə verir. Frame amma bu seçilməlidir. Kopyasını çıxarmağa icazə verir. Frame bunu kliklədim, gətirəndə üzərinə sağ soldan plus çıxır. Neyse, bunu attım bura. Tapbarın kopyasını çıxarım. Attım bura. Və bunu da gətirim, bu hissəyə yerləşdirim. Baxın, tapbarı da atıram ən aşağı. Bunu uzadım biraz. Və tapbarı atacağım ən aşağı. Yerləşdirdim belə. İndi bunu prezent edəcəm. Biraz uzatsam da Allah yaxşı olar. Qoydum da. Bir dənə bu açılsın. Sən scroll zad qoymamısan, hə? Application. Aha, bəli. Nə? Nəysə deyib, qarşılamışam ayını götürmək. Görürsünüz mənim kartları? Sən niyə belə deyil? Nədir ki? Bu hissə. Belədir, mən orada elə default olaraq elədim. Yox, bizim burada alətlərimiz var mı? Şeydə mənim version history-yə keçmişəm. Version history-də. Çünki bir saat öncəyə döndüm ki, düzəldim deyə. Mən görürsünüz kartlarımın ölçüsü. Hardan döndün ora? Bir dəqiqə göstəreyim. Baxın, scroll elədim. Show version history. Buradan girdim. Burada çıxdı da. Bir saat öncə məsələn etmişəm. Buradan girdim. Timeline'ı seçirsən oradan. İndi mən bilsin nədir burada problem. Bayaqdan onunla uğraşıram. Olmur. Buradan necə geri çıxım? Prosta X-a vuraram. Okey, çıxdım. Tamam. Mən görürsünüz kartları. Nə oldu ki? Niyə yoxa çıxır? Bilmirəm. Ctrl Shift Z edəsək. Command da sizdə. Command Shift Z. Yoxa, nə stres? Prosta... Harada yoxa çıxdı kartları? Yoxa çıxmadı. Mənim aşağı getdi. Kartlar yerindəydi. Ctrl Shift Z edək. Mən onu nəyə toxunmuş ola bilərəm ki, o elə düşsün aşağı olsun. 5 dəqiq bundan qabaq elə deyildi ya. Kontroldur sizdə, Ctrl Command Z.
Command Shift Z qabağa verir. Sizi eləmək, geri getmək istəyirsə, Qabağa. Command Z. Onu bilmirəm. Direkt Command Z idi. Əslində Command Alt Z. Altı tutdunuz, hə? Sıxdınız. Yox, komandı. Hə, prosta Command. Ne oldu indi? Problem nədir burada? Mənim kartların içindəki şəkilləri görürsünüz. Bir belə ölçüdə. Aha. Komponentdə elə deyil axı. Şaşımıza baxaq. Niyə elədi ki? Bəlkə crop eləmişsən buradan. Düşünəməmişəm. Show version history'dən gedə bilərsiniz. 1 saat öncə elə deyildi axı. Hamısı normal ölçüdə idi. Komponent eləmişsən bunu. Mən o tərəfdə görəcəksiniz komponenti var. Komponent eləmişsən. Benimki bir komponentin instansdan çıxardıb şəkilləri və adları qiymətlərini dəyişmişəm. Heç neydə tıklamamışım abi, niyə elə olsun ki? Tam ben kenara. Öz-özünə getdikcə kiçilir şəkillər içindəki. Komponent ne? Main komponentine şöyle göre. Main komponentdə o tərəfdə qoymuşum. Budur. Standart bir ölçüdür. Mən bütün kartdan niyə olsun ki? Ben bu rekordu dayandıram ve alan gelir. Dadaq. Aha, gəldik bura. Baxın, burada bizdə tapbar ən aşağı hissədədir. Bax, girirəm ilkin dizayna tapbar bölümü və aşağı scroll edirəm, baxın tapbar gəlir. Burada da eynidir məntiq. Bax, aşağı scroll edirəm, tapbar gəlir. Burada onun qarşısını almaq üçün nə edirik? Gəlirik bu hissəyə. Bax, bu page'in bitişi buradandır da, elə deyil. Biz də tapbarımızı gətirməliyik. Yuxarı qaldırmalıyıq və bundan eyni əlayində qoyuruq. Yəni, seçirik, hətta bu page'i də seçək. Bunları aşağıdan əlayn edək. Aha. Onu necə eləmək olar ki, ikinci seçdiyimiz uyğun olsun da? O yoxdur. İllüstratorda var, burada yoxdur. Gəl bunu seçək. Birinci bunu seçirəm, ikinci bunu seçirəm. Görək. Yox. Yoxdur. İstəyirsiniz ki, tapların yerinə bir öncəki şeylə ikisini də eyni eləyəsiniz, düzdür? Təxmini eyni qoyduq. Gəlirim, baxın, scroll edirəm. Tapar düşdü bura. Eləmək olar. Yox, mən nə edirəm? Burada olsun. Hətta gəlin, bunu biraz qaldırım. Yox, belə bir şey yoxdur. Sıfırdan düzəltdik bunu. Neyini, gəlirik bura, baxın. Oldu. İndi bunu əlayn edirəm tam mərkəzə. Oldu mərkəzə, baxırıq. Okay. İndi nə edirik? Baxın, burada scroll eləyəndə, baxın, tapbar da gedir bizdən bir yerdə təbii olaraq. Bunu gedməyini istəmirik. Bunu, bu qalıb.
Ata bunun arxasına. Aha. Təxmini belədir də dizaynımız. Biz istəyirik ki, bu scroll olmasın da, bu qalsın yerində. Seçirik. Bu içini avtolyatla işləməyib deyə. Yox, ayrı-ayrı avtolyatla eləmişsən deyəsən. Bunu qruplaşdırdıq. Gəlir prototypa. Burada yerini təyin eləmişik. Yaxı artıq fix edirik. Fix elədik. Baxırıq. Scroll edirik. Yerində qalır. Bu scroll olduğunu sübut eləmək üçün bura bir dənə də elə bir dənə ikon ataq. İkon deyirəm, nəsə bir şey ataq. Hə. Yerində qalır. Tapar. Əvvəlki versiyada amma scroll olur. Baxın, frame nə qədərdirsə, onun aşağısına qoyursunuz. Frame'in maksimal uzunluğu budur. Və tapbarda qoydunuz bura. Altda scroll edəndə bunu ən aşağıya aparmayın. Qoy bu olduğu yerdə qalsın və bunu uzadın. Buradan da fix edirsiniz. Bax bu hissədən. Fix elədiniz. Fix it, stay in place. Qutardı. Mənim o özünüz bilərəkdən o frame ilə bu qədər uzatdınız. Hə, ki göstərim. Bəzi tətbiqlərdə sizdə də uzun olacaq. Bir şey soruşum. Bəli. Tapları qoydunuz aşağıya. Aha. Aha. Ctrl Z edeyim. Bəli. Deməli, mən sonra verəsən belə aşağıda. Altdakılar kənarlarda görsənməsin deyən, ora bir dənə belə. Nə vermək istəyirsən? Bir fon vermək olar. Olar, hə. Olar. Bulurlar, şöyle falan. Olar. Ya da Olar, verə bilərsən. Olar. Onu da onun içine sağlayıp saxlayalım. Daha sağ ol. Gəldik, sonra bura addıma keçdik. Aha. Ümumi dizaynları baxın, yazını da çox böyük eləmişsən, yazını da kiçiltmək lazımdır. Bu hissəni bəyəndim. Amma hündürlüyü eyni olsa daha yaxşılar. Bax, burada 30-un hündürlüyü, bax, bura bax. 30-un hündürlüyü daha çoxdur. Eyni olsun. Zaten fərqlidir, rəngini fərqliləmiş. Eyni olsun. Keçirik bura. Aha. Gündəlik. Hər gün gələndə bu birinci gün, ikinci gün, 7-ci gün 60 verir. Hə? Burada üstə yazmaq lazım. Birinci gün, ikinci, üçüncü, dördüncü və 7-ci gün olaraq qeyd eləmək lazım idi. Hər gün gələndə buradan birini götürürsən. Keçirik bura. Bu nədir? Standart ayaqqabı, qızıl ayaqqabı, diamond ayaqqabı. Bu nədir? Bu nəyə görə ayrılır? Deyəsən boşdur bu dizayn. Yəni nəsə bir açıqlama lazımdır. Standart bunların özəllikləri nədir? Nəyə görə ən çox istənilir, ən çox satılır? Bunu demək lazım. Yəni ki, bu dizayn yarımçıq dizayndır. Burada kartları daha maraqlı, daha fərqli eləmək olardı, daha canlı eləmək olardı. Və başlıq yazmalıydın ki, məsələn, hədiyyə qazan, hədiyyəni topla falan bir başlıq olmalıydı. Və sənin tapların yoxdur. Buradadır, yəni tapları yuxarı qaldırmalıydın. Və ikonların hamısı eyni stildə deyil. Keçdik. Dizayn bitdi. Ümumi maraqlıydı ya da, amma orada, məsələn, burada boşluğun var, günləri bildirməmsən. Burada sadəcə rəqəmlər var və belə deyim də, tutalım ki, mən ikinci gündəyim, elə deyil. Bu ikinci gün başqa bir rəngdə olsun ki, mən bileyim ki, ona klikləməyəcəm. Hətta üstünə yazıla bilər. Yansın, sönsün, nəsə bir şey fırlansın. Və yaxud üstünə yazın ki, hədiyyəni al falan, belə bir şeydə. Sadəcə rənglər var və bilmirəm, bura klikləməliyəm ya yox. Bu şey yox, kartlar olur, çevirirsən, eynisini tapmaq. Məsələn, klikləyirsən, burada üzüm çıxırsan, o biri üzümü də çap, onu oyuna oxşadır biraz. Yəni, bunu fərqləndirmək lazımdır ki, məsələn, ikinci gündəsənsə necə görünəcək. Bax, belə. Burada açıqlama mətinləri olmalıdır hər kartın üzərində ki, bunlar nədir? Deyəsən, burada var. Yox. Bu başqa şeydir. Deyəsən, o reklam istəmək, bayaq soruşduğunuzdur. Bu? Bildim. Keçdik, bütün işləri bağladıq. Bizim bütün işləri bağladıq. O bir invite'lara baxaq. Güzel. Güzel. Sən işi bağladım, sən işi getməyin axırı. Mənim işim tək yerdadır. Haradadır?
UX-UI'nin içində çıxdı o UX-UI'dan. Cəmaət orada page aça bilmir. Sən bütün hər şeyinizi eyni page'in içində eləmişsən. Baxaq. Həmin saytın dashboardunu da yaratacağım. Sayt yığmısan sən? Onu istəyirəm. Sən sayt yığmısan? Kursun. Sən sayt yığmısan? Yox, həmin kursun həm responsive. Mən həmin kursu ümumiyyətlə davam etdirmək istəyirəm. Çünki o mənim çox elə gözəl tutdu. Cavab gəlmədi. Yığa bilərsən, bəyəndim ideyanı. İstəyi, həvəsini bəyəndim. Biz səndən qonşuyuq, biz səndən razılaşmasaq olmaz. İşlər aslanca burası tutdu. Ctrl-Z eləyib geri qayıdacaq. Aha. Geriyə verəm Ctrl-Z. Baxın, bunu bir dənə kopyasını çıxardım. Bunun kopyasını çıxardım, yerləşdirdim bura. Və bu şəkli getdikcə böyütdüm. Baxın belə, bu formada böyütdüm ki, tam belə bir yaşıl bir şey alınsın. Və sonra buradan bura prototip verdim. Belə gətirdim, bura prototip verdim ki, bunu Afterdelay kimi veririk. Gəlirik buradan, Afterdelay'ımızı seçdik. 800 milisaniyə okeydir, navigate to bu səhifəyə. Smart Animate 600 milisaniyə verdik. Hər şeyimiz qaydasındadır. Verdik və erə basırıq. Erə basaq. Belə bir şey oldu. Bunu fərqli animasiyalarla falan eləyə bilər. Biz ən sadə böyütdük. Mesela görür ki, Smart Animate vermişik də. Görür ki, bu logo burada çox böyükdür. Bu hissədə balacadır və arasında Smart Animate vermişik. Eyni komponent olduğuna görə görür ki, burada böyükdür, digərində balacası. Deməli, bunu animasiyanı balacalaşdırmaq lazım. Özü orada görür və həmin animasiyanı verir bizə. Belə bir şey. Kestiyi belə. Bu konfigurasiyonun misal üçün logodakı fırlatmaq istəsən, saat əqərdə istəyirəm. Onu birinci 180 dərəcə fırladıb qoymalıyam, kopyasını çıxartmalıyım. Bir dənə təzədən 0-da, yəni 360. Yəni, qaydaq dizaynını deyəcəm. Yəni, biz 2 dənə kopya yox, 3-4 dənə çıxartmalıyım. Yəni, heç bu seçilmir. Buraya seçilib də. Bunu, məsəl üçün, eləyirik, rotate eləyək. Hani bunu rotate. Rotate. Burada. Bunu eləyək 180. Erə basıram. Belə bir şey. Bunu eləyək, nə bilim, 270 eləyək. 270. 90 oldu, deyək. Yəni, üzr istəyirəm, bu rekord olmur. Olur, bu dəqiqə rekord olur. Məsələn, bunu 3600 falan da qoyub. 3600 qoyulur, 3600. Görək, neçə fırlanacaq. Olmadı, fırlanmadı. Amma bunu əllə fırlatsaq, məncə. Yəni, saxladığımız nöqtələr sıfırlanmadı. Sıfırlanmadı. Allahdır. Mənfi bir eləmişsiniz, onsuz çox da biləmədik, gözlə beşlər. İndi bilinər. Belə bir şey oldu. Aha, nə edirik? Kesdik bu hissəni, belə. Gəldik bura, Next və Skip. Bizdə 2 dənə butonumuz var. Birini eləməliyik main, birini eləməliyik ikinci dərsən. Yox, burada Next var. Bu, biz Next-i üstün bilirik ki, tam oxusun da. Skip-i bozarda bilərsən və yaxud, nə bilim, aşağıya qoya bilərsən. Yəni, Next-i burada buton formasında eləyə bilərsən. Belə. Şəklimizi balacalaşdıra bilərik. Yəni, dizayn, bu şəkil bizim dizaynımıza problem yaratmalı deyil, yaratmamalıdır. Yuxarı qaldıra bilərsən, biraz kisildə bilərsən. İstəsən, Next-i buton kimi qoy, Skip-i də buradan qoy və Skip-i istəsən buralardan qoya bilərsən. Skip-i ki, skip eləyəməz.
Keçdik belə. Oradakı Aha. baxın, welcome to iPhone. O yazı sizcə normaldır, ölçüsü. Çünki bu Qəşəngdir. Android deyil ya. Qəşəngdir. Hətta biraz da böyük qoya bilərdin. Daha belə əyri şriftlər falan istifadə edə bilərdin. Hə. Prosta sizcə demişdiniz ya, iOS-da SF Pro. Bax, hə, onlar məcburi deyil. Sənə deyirlər ki, məsələn, iOS üçün mən bir dənə dizayn edir, filan dizayn edir. Hə, bax, orada istifadə edə bilərsən. Mən sizə iOS-un şriftlərini demişəm. Yəni, iOS-un öz tətbiqində, yəni öz sistemində istifadə elədiyi şriftlər bunlardır. Android-in də öz sistemində, Android sistemində istifadə elədiyi şriftlər bunlardır. Əgər sən sırf Android, məsələn, iOS, məsələn, Apple-da işləyirsənsə, bu şriftlərlə işləyəcəksən. Amma sən bir application dizaynersən, sən nə iOS-a bağlısan, nə Android-ə bağlısan, free bir adamsan. Sən məsələn işləsən iOS-un özünü, Apple-ın özündə, məsələn Apple-ın içindən bir dənə tətbiq deyim mənə, iMusic, nəsə bir şey də, iMove falan. Onu çıxarsan, sən Apple-a bağlısan deyə o şriftlərdən istifadə edirsən. Amma sən free bir dizaynersən. Sən istədiyin şrifti istifadə edə bilərsən. Amma iOS Android arasındakı şrift fərqlərini orada göstərim ki, yəni sən getdin inşallah Apple-da işlədin Amerikada. iMove-a güncəlləmə gəlir. Məsələn, orada şrifti sən orada. Ay, bu şriftləri, print şriftləri də ondan. Yəni orada seçdi Aysa ya bura yuxarıya qoya bilərsən, bax bu sağ tərəfə qoya bilərsən, skipper burada next-dir. Çox qəşəng yerdir ora. Keçdik bura. Next elədik. Aha. Keçdik, next elədik. Okay. 3-dən o tərəfə, 3-4-dən o tərəfə qoymuyor. Onboard sıxır ya bir müddət sonra adamı. Çox şeydir, məncə çoxdur. 6 Yox, 6 yox. Aha, gəldik bu hissəmizə. Biz nə dedik? Dedik ki, bizim bir dənə güclü butonumuz olmalıdır. Bizim ilk güclü butonumuz şeydir, logindir. Sign up-ı biz mətin kimi qoya bilərik, stroke kimi qoya bilərik, fil kimi yox. Buradakı aralardakı məsafəni də biraz artırmalıyıq. Bunların da məsafəsini biraz da yaxınlaşsaq əla. Digərlərini bəyəndim. Burada biraz ölçü problemi var. Bunu tarazlamaq üçün şrifti bunu seçəcəklər. Onun ətrafına şey atır da. Stroke nə? Məsələn, image kimi götürürəm, sonra Apple işarəsi daha ortada. Hə, ortada düşür. Məsələn, Google-da daha elə deyil də. Bax, bunu belə elədik. Nə edirik indi? Alma var ya, bu alma dostumuz. Bu almanı bundan böyüdür. Məsələn, orada elə idi ki, o image böyüdür. Bu şəkil yəni ona görə. Ona görə. Mən onu başqa dəyişərəm. Plugin var ya, SVG plugin. SVG yükləsən, rəngin zadını da dəyişə bilirsən. Gəldik bu hissəyə. Burada iradlarımızı bildirdik. Okay. Hündürlüyümüzə baxırıq. İndi gəldik bura. Niyə belə olur? Aha. Gələk bu hissəmizə. Okay. Hündürlüyümüzə baxırıq. Neysə dəyişsən orada. Aha. Baxırıq. Hündürlüyümüz nə qədərdir? 40-dır. Okeydir 40. 36 da ola bilər. Fərqi yoxdur. Baxın hündürlüyünə bəlkə azdır. Burada 42 olur birdən. Buradakı məsafələrin çox azdır. Bunları artırarsan. Baxaq məsafəyə. Baxa bilsək. Bir dənə butonumuzu seçək. Alt-a bax. Məndə bu şrift yoxdur. Alt düyməsi. Seçdik. Yox. 7-dir. 7 olmaz. Məsələn, o yazıdır da. 8 falan var. 8 də azdır. Məsələn, 12 qoya bilərsən. 16 qoya bilərsən. Bizə nəyə görə? Bax, don't have an account logindən əlaqəli deyil. Sign up-la əlaqəlidir. Bunların arasındakı məsafəni baxaq. Klikləyək. Yox. Bu bilirsiniz nədir? Bu Apple-ın fontudur.
və bunu sənə icazə vermir istifadə eləməyə. Agree eləsəm gör. Mən eləyim agree. 8 dənə. SF Pro-dur bu. Hə. Mən başladım 8. Shift dənəyəndə, shift dənəsini. 8 okeydir. Sonra bu 8 isə bunların arasındakı məsafə 16 olmalıdır. Ki bir-birindən ayrı olduğu bilinsin. Aha. Webdə okeydir. Məsələn, bəzən ölçülərdə az və ya çox qoymaq. Çünki sən yerin bold necə istəyirsən istifadə edə bilirsən. Amma application-da mütləq şəkildə ölçülərə diqqət yetirmək lazımdır ki, klikləyəndə, tap eləyəndə səhv yerə basmayasan. Burada sizə skip qoymalım. Skip eləyib qonaq kimi girəcəksən. Not now da. Ola bilər. Skip yox, amma not now eləyə bilərsən. Amma sonra nəsə edirsə, pop-up gələcək ki, qeydiyyatdan keç. Buradakı məsafələrimizi düzəldirik. Prototipimiz var. Yoxdur. Burada da sadəcə məsafələrdədir bizdə problem. Məsafələrimizi düzəltməliyik. Bir application yığanda birinci qeydiyyatdan başlamaq. Birinci interfeysin yığar. Biz onunla qarşılaşdıq keçən dəfə. Bir dənə community atmışdılar. Deyir, app hazırdır, giriş qeydiyyatı yoxdur. Hə? Amma birinci interfeysdən başlamalıyız. Yəni ki, əsas... Əslində bizə necə olur? Siz ümumiyyətlə application-a başlamamışdan əvvəl özünə bir dənə flow qurursunuz. Bütün hər şeyi deyirsiniz ki, olacaq, hər şeydə. Yəni, olacaq hər şeyi yazırsınız ora. Bax, hansı məsələn başlaya bilərsiniz. Sən zaten hər şeyin bəlli olur dizayna başlamamışdan əvvəl. Yəni, biz nəmanda soruşuram. Məsələn, bunun hazırlayıb vaxt itirməkdənsə interfeysi yığıb... Giriş qeydiyyat çox. Bildim, müştəriyə göstərmək üçün təqdim eləmək. Hə, elə testingə. Hətta vaxt qazanmaq üçün də birinci göstərsən ki, bax, budur. Görünüşü bu olacaq. Məsələn, admin paneldə olacaq, nə biləm, nə belə. Ondan sonra başlayırsan əsas şeylərə yığırsan da artıq bunları yığırsan. Olar. Bu mənə nəsə qəribə gəldi, bir dənə bu burada var. O bir siz nədir? Mən onu əvvəl sildim. Yox, əvvəlkinə qayıdım. Hə, bu qalıb. Bu gedmir. Aha, nə oldu? Qaldı burada. Əlbəttə sildi. Qəribə qaldı. Elə ki, ləkə kimi belə daha təmizdir, qəşəngdir. Keçdik bura. Ölçülər normaldır ki. Ölçülər yaxşıdır, amma məsafələrin azdır deyə ölçülər sənə çox sıx böyük gəlir. Ölçülərin yaxşıdır. Bir dəqiqə, bir dənə giriş qeydiyyat etmirsən? Dəyərli dostumuz. Nə? Onboardinglərə baxdıq. Bu. Aha. Yaxşı, onda gəlin bunun günküsünə baxaq, görək qeydiyyatda bizdən nə istəyir. Nə istəyirsən? Aha, e-mail istəyirsən, pasport istəyirsən və confirm pasport istəyirsən. Onlar. Hətta ad belə istəməyə bilərsən. Əgər sən maildən avtomatik öz inteqrasiya edir, istəsən heç ad da qoymaya bilərsən. Belə. Adlayırıq. Tamamlamaq lazımdır. İnşallah gələn səfər görəcəyik. Bu kimindir? Mənim baxmayacaq. Yaxşı, hara baxmayacaq? Bu tərəfdə də vermişim zaten də, kiçildir ekranı. Loading getsin. İşləyirəm üstündə hazırda o səhvi, kartın səhvini düzəldirəm. Bu section'dır, section daxilinə. Section daxilinə özün üçün moodboard yığım. İşləyirəm, düzəldirəm o kartı, problemini mənim. Kartlar böyle. Başlayaq. Splash screen var burada bir dənə. Baxmayacaq, başqa bir... Başlayacaq, yaxşı dostumuz. Məhəmməd dostumuza baxırıq. Səmayan mənə invite gəlməyib, niyəsə. Səmaya xanım burada sərgər. Buradayım. Aha, bəli. Əslində hazır deyil desəm, çünki başaramadım. Nədir problem? Dirək başaramadım. Mənim ömür bu arz işlətməməyim ola bilər. Çünki heç düzgün fikir ağlıma gəlmədi. Normalda restoranı düzəldəcəkdim, amma elədiyim, məsələn, responsiv eləmişəm də, onu uyğun düzəldim dedim, amma çox pis ağlımda. Mən sadəcə tapbar ölçüləri demişdim. Tapbar ölçüsünü dedim ki, nə qədər olacaq
və dedim ki, kölgəsiz dizaynlardan, daha sadə, minimal dizaynlardan istifadə edin və community-dən istifadə etməyə icazə vermişəm sizə. Community-dən nə istəyirsiniz, götürə bilərsiniz. Deməli, əsas məsələ gəldi. bəli. Community-dən məsələn, mən ayrı ikonları axtardım, bir-iki dənəsini tapdım, məsələn, qoydum dizayn hissəsində, kənarda dursun deyə. Amma restorana aid ikonlar, məsələn, məndə rezervasiya lazımdır, alışveriş hissəsi lazımdır da bunlar. Rezervasiya restoran ikonlarında tapın mənim community-də. Ezayın xanımdan bir dənə ikon hissəsi almışdım. Mən orada tapa bildim, sırf rezervasiya hissəsini. Məsələn, mən tapdıqlarımda istəyirsiniz bir dənə girin baxın. Bir dənə burada nə tapdıq? Mobile app tapdıq for restoran. Bəyəm görək nədir bu? Template də yəqin ki. Açaq bir dənə. Açaq bir dənə. Mobile app for restoran yazdıq. Açılsın görək nə açılır burada. Bir də bizdə şey olacaq, kursun sonlarında hər hansısa bir vakansiya baxıb, onun tələblərinə falan analiz eləməyin. Mən indi özümdə baxıram vakansiyalara. Mənim bir söz soruşum mən. Bəli. Olar mı? Olar. Mən diqqət elədim yoldaşlarım bütün yığdıqları deməli app uzun deyil də, qısa. Nəyə görə? Davamı gələcək, amma hələ ki heç nə yoxdur burada. Necə? Yox, onu demirəm, onu nəzərdə tutmuram. Yəni, necə deyəmək, wireframe mi deyəm, o hissə uzatmayıbdılar. Bir neçə dənə ondan yaradırdılar. Amma mən uzatmışam. Olar, uzada bilərsən. Çox uzatıyor. Üzr istəyirəm, bunu açım. Bankdan. Yəni, bu bir mənfi bir şey deyil də. Yox, mənfi deyil. Buyurun, işləyəcəm. Mənfi deyil. Həvəsin düşmə. Çox sağ ol. Dəyməz. Başqa nə sualım var, buyur. Allah canını sağ olsun. Biz bu restoranlarda olduğunu əminiyik. Hələ açmayıbdı da müəllim, hələ. Tam açmayıbdı. Bu mənim işimdir. Necə yaxınlaşdırırsan? Ya səbir. Nə olsun sistem yoxdur. Budur, görəsən, appdir bu. Budur. Bəlkə bunu hansısa podcast faylına falan atır. Yox, App budur. olmaz ya, böyle sponsor. Yoxsa Kimsə əl qaldırdı elə bil. Hansı tərəfdədir? Budur. Tam sağ tərəfdə. Yox, o şey hissəsidir. Tam sağ. Yox. Aha. Biraz kiçildin. Tam oradadır. Kiçiltmişəm də, bundan artıq kiçilmir. budur bəlkə. Budur, soldakı balaca. Bəli. Sağ deyirsən, sol deyirsən, mənə də çaşdırdın. Mənim sol tərəfim. Sənin solun mənim sağım, ay sağım. Yox, bu Android-dir, bu yoxdur. Başqası nə düşünmüşdüm mən hazırlar. Bu yox, bu ayrı şey. Bu responsive. Harada da bəs qazanalım. Baba profil, nə oldu? Osmanlı nədir? Bəlkə odur. Ləğnatın üstündə bəlkə. Budur. Android yazılmalıdır. Yox, Osmanlı deyil, yox. Hardadır? Learn App-ın içindədir. Bəli. Yəqin ki, budur. Çox böyük ehtimal. Bir responsive. Kompüter qabağındadır, yoxsa? Başqa iş yoxdur axı, dəyərli dostumuz burada. Mənim necə Android yazılıb?
Baxın, burada Burada sol tərəfdəki Android yazılmışdı, ən balaca, sol tərəfdə. Bəli, yox, ən sol. Bu? Ha, bu responsivdir axı. nə bilim, Budur. Onda sizə nə işin ola bilər düşün. Android yazdığım budur. Biraz aşağı gedin müəllim. Görürsən bunu? Bəli, bəli. Aha. Yox bu deyil, yox bu deyil. Nə işin ola bilər? Bu deyil nasıl? yapmamışsan. Sən ayda tapşırıq hazırlamamısan. Bizi burada oyalıyor. Kimsənsə. İndi biz nəyə baxırıq? Sən gir orada bizi yönləndir. Sən bir dənə gir, mən səbə burada klikləyirəm. Sən hara getsən biz oradayıq. Aha. Following var, səni təqib edirik. Bu soldakı yuxarıda bir nöqtələr. Bu nəsə yəqin UI kit falandır. Balaca kit. Amma Məhəmməd hardadır? Necə başqa paralel? Məhəmməd yoxdur. Məhəmməd qeybə qarışdı. Burada nəsə əl qaldırır yəqin kimsə. Bəli, kimdir? Əl qaldıran. Kimi Məhəmməd ümumiyyətlə çıxdı dərsdən. Yox, Məhəmməd çıxdı dərsdən, yoxdur Məhəmməd. Buyurun Günay xanım, buyurun. Mən də Android bilmişdim. Onu, yəni əpinizi çevirib onu bilmədim. Zaman için deyildi, buna da baxarsın. Yox. Görə bildiniz müəllim? Budur. Ha, bax tam budur, bax. Bəli, bəli. Bu yox idi. Bayaq yox idi o. Veya yox idi bu. Onu kopyaladım, onu başqa bir hissədə yığmışam hissədə. Hə, başa düşdüm. Bizə də deyirsən Android yazılır falan. Bizdə bir iPhone yazılır bax burada. Səni çox təəssüf edirəm. Yox, yox, bunu başqa bir hissədə. Estağfurullah, nə qədər təəssüf edirsən? Bəs biz də bayaqdan Android axtarırıq burada. İsmail. Gəldik. Aha. Sən indi rayondasan, hə? Yox, rayona gedəcəm inşallah. Nə vaxt inşallah? Sübh tezdən çıxacağım. Aha. Sabah orada olacağım inşallah. Hə, bəs niyə onlayn qoşuldun bu gün? Bugün nədənsə alınmadı. Həm biraz yarış oldu, həm də ki, yemək yeməmişdim. Gələm yemək yedim. İkinci səbəb mənim üçün qənaət bəxşdir. Aha, mobil appdə logo olmaya bilər. Bunu deyim biləsiniz. Mobil appdə logo olmaya bilər. Zaten siz klikləyəndə onboarding hissəsində məsələn logo gəlir ekrana və screen açılır. Yəni burada logo olmaya bilər. Daha səmərəli istifadə edə bilərik bu yerimizi. Gəldik bura. Bunu bildiyimiz şəkildə Tappar həm aşağıda qalıb. İsmail çox gözəl yerə toxundu. Qafamı pozacam burada. İsmail dedi ki, Tappar aşağıda qalıb. Biz bunu qaldırırıq yuxarı. O niyə oradaydı düşməli? Bilmirəm axı, sən dizayn eləmə. Mən onu tam aşağı qoymuşdum axı, necə yəni? Tam aşağı qoymaq lazım deyil. Bəs bu örtəcəyəsə? Örtsün də. Hətta yuxarı qoymuşum, biraz aşağı indirə bilərik. Yanına bir dənə desktop atsan. Bilsən ki, ölçü nədir, yerini təyin edə bilərsən. Məzunların biraz bu hissəsini atsa, baxa görə necədir? Biraz da hətta aşağı. Hündürlüyü nəsə məni qane eləmədi. Tapparın hündürlüyü məni qane eləmədi. 30 qoymuşsan, 30.5 qoymuşsan hətta. Biz nə deyirdik? Deyirdik ki, minimum 49 ölçü qoyurlar. Hətta mən deyirəm ki, 48 eləyərik bunu. Məsələn, elədik 48. Və dizaynımızı burada mərkəzə eləyirik. Tapparın normalda belə olmalıydı sənin dostumuz, dəyərli dostumuz. Biraz yuxarı qaldıraq. Oy. Seçdik bu hissəni.
Sizə daxil olub mənim. Uğurlular. Mən bəs belə çox görürsən rastla. Təklifin nədir? Məsələn, borderline eləsən də Bax, məsəl üçün, bir dənə təklif gəldi Gülzardan. Deyir ki, bir dənə border radiusu verək, məsəl üçün 12. Yox, mən onu demirəm. Bu taplar deyirəm. Aha. Yəni, digər kartların üzərinə çıxdı, çox çirkin görsəndə. Çirkin görünür, indi onu düzəldirik, baxın. Buradan position'ı eləyirik fix oldu. Bax, sən scroll edilsə, burada yerində qalır və sən rahat istifadə edə bilirsən, hər şeyi görə bilirsən. Belə. Tapların yeri buradır. Və biraz elə bil ki, dizaynın webin eynisidir. Yəni, məndə burada mobil bir şey, mobil application bir şey görmədim açığı. Sənə bir dənə nümunə göstərirəm. Elə rekorda da düşsün. Yerləşdirəm bura. Bizim mövzumuz nədir? Education'da da təxmini. Online təhsil. Temamız education'da, okey. Gəlirik bura nə yazırıq Behance-imizə? Education yazırıq. Özü sildi. Education. Mobile. App. Yazdıq. Çox sadə. Mobile app lazımdır. Bir də education. Yəni, 2 dənə açar söz yazdım. Gəlirik bura. Məsələn, təxmini hansını seçək? Gəlin, bu nəsə praktika. Deyəsən, bizim Azərbaycanın Anastasiya. Yox. Praktika gördüm, dedim, yəqin bizimkilər edir. Bunu böyüdürəm. Biraz da böyüdürəm. Enirik aşağı. Şöyle bu. Bize dizayn verərdim da. O qədər də həvəsləndiyi gəlir. Sürüşdürək. Gəldi. Gəldi. Flow group. Bunu mütləq şəkildə diplom üçün də eləməlisiniz. Start. Onboarding qarşılayır. Onboarding bizi sign up-dan sign in-ə qarşılayır. Sən buradan error səhifəsi və buradan sosial media e-maillər falan. Figmada yoxsuz. Burada bir-bir keçirlər. Home səni hara atır, search sənə nə verə bilər, learning səhifəsindən nələrə keçirsən, career səhifəsində nələr, job var, filter var, resume var. Belə bir şey. Keçdik aşağı. Bunu qoysaq çox əla olar. High wireframe-dir bu. Yerləşdirib bura. İşinizdə yerləşdirsəz. Bu ən yüksəkdir. High wireframe. Burada bir dənə şəkilləri yerləşdirməyib. Enirik aşağı. Kitimizi mütləq şəkildə rənglərimizi göstərsəz əla olar. Tipografiyamızı yerləşdirsəz əla olar. Burada tapları falan ikonları yerləşdirib. Keçirik screenlərimizə. Bizə lazımdır dizayn hissəsi. Gələk. Baxın, bu tip eləyib. Və sən burada seçdiyin başlıqlar var. UX/UI ilə maraqlanırsan, illustration, marketing falan, business, bu tip. Və belə kartlardan istifadə edə bilərsən. Sənki biraz webə doğru gedib. Yəni, webin eynisidir. Ancaq scroll edirsən. Burada daha kartlar kart yönümlü olur da, necə? Kartlara daha ağırlıq verirsən. Bir dənə başlıq kart, oradan seçim edir, keçir, məlumat alır. Amma səndə biraz web saytın responsivi var, mobil versiyası. Ona biraz oxşuyum, yəni appə oxşamayım. Məsələn, keçək başqa bir dənə nümunə göstərək. Yenə aşağı. Education app var burada məsələn. Klikləyə görək nə çıxır. Gəlin böyüdək səhifəmizi görək. Aşağıda biz hətta böyüdməyək, belə baxaq. Bax bu siz istəsəz əgər burada problem statement var. 100% problem solving-i də qoyub. Burada başlıqlar yerləşdirib. UI, UX design, concept, mobile app, branding falan da belə bir şey. Proyektin məqsədləri nədir? Bu bizlik deyil. Strategiyamız. Gələk bu aşağı enək. Nə qədər məlumat? Interdən istifadə edib. Rəngləri yaxşı verməyib. Rəngləri bu tip dağınıq vermək
Yan-yana düzülsə ondan yaxşı idi. Bu nədir? Mübarək saat çox olsun devrədə çox. Ola bilər. Minimumda 10 səhv olan. User research'ımız, Discovery. Keçdik. Gəlin qutardı. Ürəyim sıxıldı. Nə qədər vizuala işləmək olar? Darıxdı ürəyim. Mən bir də bir sual verim. Ver. Nəyə görə mənim application'ım belə göstərməsə, yoxsa? Necə yəni belə görünmür? Bir dəqiqə daxil ola bilərsiniz mənim işimə. Daxil oldu. Bax, belə göstərir. Yəni, digər yoldaşların baxdım, gördüm, onların ki, iPhone modunda göstərir. Gəlirik buradan Prototype Settings'də No Device var ya burada. iPhone neçədə yığmısan? 16 Pro Max deyəsən. Pro'da yanımsan. 13-14 demişdim ya, eybi yox. Black Titan olsun. White qoyaq. Belə. Aha. İndi dəyişəcək. Postumuz. Bax, oldu. İndi bunu nə edirik? Gəlirik. Bir dəqiqə. Fix eləmişik yaxın, niyə görünmür? Uzaqlaşdıraq. Bir dənə bağlayıb təzən açaq. Dəhşət, qorxunç görsəndə. Qorxu etsin yoxdur. Şeyini düzəldi. Bir dəqiqə, bu... Yox, biz desktopu prezent eləmişik, yeçər. Oldu. Belə prezent eləyəndə biz səhvlərimizi də gördük. Burada səhvimiz nədir, dostlar? Necə? Taplar ortada qalır və yuxarıda məsələ saxlanmıyor. Bunu indir yaşarım. Bir də bu şey qoymayıb. Mən deyim, deyil. Bu yox, ən göstərməli, Məhəmməd, nəyə şu yoldaş, bu nə demək? Bunu sən demirdim, mən bunu şey dedim. Əpi göstərir. Yəni saat sonra... Yəni deyir, bu şeyi qoymayıb da, bu şey yəni yuxarıda status barımız var ya, bizim saatı göstərir bizdə. Bax, onları bilmədim, bax, yəni, unutdum, haradan qoymaq lazım idi, yazıb, hansı bir şey yazmaq lazım idi, çox gəlsin, onu unuttum. Unutdum soruşlar. Bax, çox gözəl bir dənə sual gəldi. Dedi ki, unutmusansa niyə bizdən soruşmamısan? O sözdən çıxır, onu da basmış. Bu community'yə girdik, bax, burada işarə edirəm. Community'yə girdik. Gəldik bu hissədən iOS UI kit yazdıq. Buradan istənilən birinə girirsən, iPad-ə girməni təbii ki, iOS buradan girirsən, burada var. Klikləyib, Ctrl-C eləyib, gəlib atsan işimin içinə. Bura. Bu da belə. Biz status barımızı qoymamışıq deyə burada. Burger barımız kəsildi. Görmürəm ama. Aşağıda mesela iPhone'da. Görürsünüz, o 3 səhifəsimədir. Burger bardı o. Bu burger bardı. Status bar deyirəm, zaryadka, saat, bildirişlər. Onu qoymamısan. Bax, burada da kəsilmə olub. Bir də 16 Pro Max-da işləyirsə, onu seçib qoymalıdır. iOS olaraq. Başa düşmədim. Deyir, iPhone 16-da işləyirsənsə, orada yazmasan iPhone 16 UI kit. Oradan seçib qoymalısan dəyişiklikləri. Bax, burada məni sadəcə yazı və şəkillər qarşılayır, amma biz mobil appdə kartlara üstünlük veririk və burada
Və hə, yazılar çox balacadır. Bizdə mobil appdə şey olmur, landing page olmur. Landing page qoya bilərsən, kiçik yazılarla falan qoya bilərsən. Yəni çox böyük landinglər olmur bizdə. Ondan sonra kart bu hissə var ya, bu hissə. Olsa belə çox kiçik olur. Kartlarla əvəzləyə bilərsən, kiçik başlıqlarla əvəzləyə bilərsən. Search butonun yoxdur. Search butonu aşağı qoymusan. Okay. Sonra nə ilə əvəzləyə bilərik? Başlıqlarla, kiçik başlıqla əvəz edib aşağılara kart qoya bilərsən. Landing qoya bilərsən, o çox böyük yox, biraz kiçik minimal landing qoya bilərsən. Məsəl üçün gəl, education app'i də yoxdur, Azərbaycanda girək baxaq. Məsəl üçün gələk, hansı app'ə girək? Girək məsəl üçün, banklara girmək istəmirəm, nəyə girək? Bir marketə girək. Bir marketdə yükləməmişəm, girək. Gəl, məsələn, şeyə girək, Nar Mobile'a. Bax, məsəl üçün şeydir, necə göstərim bunu sən? Nar Mobile'ın app'inə girdim, bax, ancaq məni kartlar, seçimlər və burada balans qarşı. Yəni, burada app'də landing olmur. Sən necə? Onu sən göstərə bilmirəm, çünki öz telefonumdan girmişəm bu dəqiqə. Bax, belə bir şey deyim, tam məntiqiz, tam tutacaq da. App'in home'u dashboard kimidir. Hər şeydən biraz yerləşdirməlisən. Məsələn, ən çox satılan qoyursunuz, ilin trendi qoyursunuz, nə bilim, kurslar varsa ən çox seçilən kurslar, nə bilim, səni maraqlandıra biləcək kurslar. Məsələn, marketing, orada seçimlər qoya bilərsən, hansı punktlar istəyirsən, hansı ixtisaslar istəyirsən. Məsələn, UX-ə, marketing falan seçibsə, marketing kurslar onu qarşılasın. Məsələn, Udemy-nin olmalıydı, prosta Udemy-nin deyəsən yükləməmişəm. Udemy kimdəsə var əpi? Mənim, bir dənə sual verim. İndi bir cümlədə qoydunuz. Dediniz, app'in home'un dashboard kimidir. Necə yəni dashboard kimidir? Dashboard kimidir necə? Home'da sən tətbiqi nə təşkil edirsən, məsələn, dashboardda nə qoyurduq? Hamısından biraz qoyurduq və bax, bu da onun kimi. Məsəl üçün, bank tətbiqindən misal götürək, bax, tarixçədə qoyur, orada bizim hızlı keçidlər olur, məsələn, klikləyirsən, həmin dəqiqə kommununu dəyişə edə bilirsən də. Sürətli keçidlər qoyur, tarixçə qoyur, kartın məlumatını qoyur, şablonlar qoyur. Sonra nə qoyur? Gəlin buradan daxillah baxaq görək, nə var başqa. ABB-yə girək. ABB-yə girirəm. Bax, məsəl üçün, nəyi qoyub? Full dashboardda kartlarını qoyub, son əməliyyatlarını yerləşdirib burada. Sonra, burada cashback-ə ədəvini qoyub. Sürətli keçidləri qoyub, internet kont falan, mən burada nə eləmişəmsə, bunlar mənim aylıq ödənişlərimdir. Sonra xərcləri yerləşdirib burada, məsəl üçün, sən bu gün nə xərcləmirsən. Sonra burada bankın öz şeyləridir, siyasətlər, oktyabr ayında nə qazanmışsan, ABB Play-ə qoşub, qələbəmizin qəhrəmanlarını yaşadaq, yaşat fonduna aid. Bu tip reklamlar. Hətta burada redaktə də var. Redaktə eləyəndə sən bunu nizamlaya bilirsən ki, mən hansını görmək istəyirəm. Məsələn, mən burada kampaniyaları silmişəm, yəni kampaniya görmək istəmirəm. Sadəcə bunları görmək istəyirəm. Bax belə, hər şeydən biraz yerləşdirib. Belə. Amma burada mənə heç nə qarşılamır. Sadəcə yazı və şəkil qarşılayır və mən buradan heç nə seçə bilmirəm. Bunu Udemy-nin tətbiqini aça bilərsən, bir dənə atılırsan. Yükləməsən. Yox, o qulquma görə şifrə gəlsin, belə qalır. Qonaq kimi də girmək olur? Qonaq kimi? Yox. Behance-dən applicationlara bax. Amma məncə, Məhəmməd, sən araşdırma eləmirsən, dostum? Sözün açıq deyilmələm. Bir həftə ərzində heç bir vaxtım olmaz. Bir saytda şifrəyim var. Çünki kollektörlər barədə onlarla hazırlaşmalıydım. Dedim ki, əşi yüksəydə yola versin. Dedim ki, əşi, dedin indi yüksəydə indi işləməsəydi. Yox, əstəğfurullah, yox, indi tərtibli olanda çox məşğul olacağım. Yəqin ki, onda sizin necə dediyimdə, sizin yanınızda dilim uzun olar. Bunu xoş bir şey kimi gəldi. Baxın, ancaq məsələn bu education tətbiqidir, Udemy-nindir. Tapları yerləşdirib və ancaq məsələn belə
klikləyirsən başlıqlarına. Nə deyirlər ona? Bu nə? Belə yuxarıda yükləyirlər, keçirlər. Naviqasiya keçidləri başlıqlarımız. Bax, burada search ilə niyə üst-üstə düşür, o mənə maraqlıdır. Bu Behance-dir, mənim Udemy deyil. Nə deyir Behance-dir? Behance-ə girdim də. Dedizə bayaq Behance-in əpi. Udemy Yo, dedi. onu dedi. Deyəndən sonra bir də Behance dedi bizə bayaq. Behance-ə bax falan dediniz. Məhəmmədə dedim. Mən deyirəm ki, bu Udemy-nin əpi. Buna çirirsən. Mən fail oldum. Trollandım. Buradan da göstərmək olmaz nümunəkini, ancaq o. Ancaq əpin özünü. Sən Udemy-ni yüklə, bir dənə bax ora. Coursera var ya, mən də deyəsən. Coursera var. Coursera-nı yükləyim, baxaq. Coursera-da necədir? Coursera hətta biraz qarışıqdır. Coursera-nı anladınsa, hamısını anlaya bilərsən. Coursera təqaüdlü. Təqaüdlü, necə təqaüdlü? Pul verirsən. Güzəşt eləyir, hə? Bax, məsələn, daxil olursan, ancaq kartlar, başlıqlar, kartlar, seçimlər, kartlar, belə. Yəni, sən heç vaxt şəkil və yazı qarşılamır, ancaq kartlar seçim edirsən. Gəlirsən, bura kariyer. Bu pisdir, səhvdir bu. Yox, bu yaxşıdır. Yəni, sən ancaq seçimlə qarşılaşmalısın. Search-ə girirsən, məsəl üçün, burada data analitik, Adobe Graphic Design, Machine Learning, Python axtarmışam. Bunları niyə axtarmışam mən? Google AI Essential. Sonra gəlir bura, başa mesələsindən çox yaxınsınız. Aha. Bax belə. Sən ancaq belə şeylər qarşılayır. Ancaq kartlar qarşılayır səni. Udemy-də daha yaxşıdır. Bu, biraz daha qarşıdır Udemy-dən. Amma burada o dizaynı görmürəm. Mən heç bir şey seçim qarşılam və Call to Action butonu qoymuşum. Yəni, appdə Call to Action butonu olmur. Və burada Call to Action butonu falan yerləşdirib. Responsivə bir dənə tapbar atıb, belə deyək də. Olmaz. Araşdırma eləməlisən, Məhəmməd. Dilin uzun olan. Başlayaq. Keçək nəhayət. Bir də mən bir söz deyim. Buyur. Mənim işimdən ikiniz tutarsa da, Mən ayrılmaq istəyirəm. Çünki sən də 5-lərimi yığıb sübh tezdən çıxacaqsın. İsmail deyir, yeməyi deyir. İsmail'dən cavab gəlmədi. Sən dınq səsi gəldi, qadan səsinə bir səs gəldi orada. Aha, biz nə ilə yığmışıq? iPhone 14-lə. Aha, okey. After the live vermirsən? Okey. Nə vermirsən bəs? On tap vermirsən? Okey. Keçdi. Get start eləyəcəyik. Get start elədik. Aha. Bunu niyə mərkəzə qoymamısan? Nəyi welcome-sız? Ümumiyyətlə bu dizaynı. Bu dizaynı mərkəzə qoy da. Hündürlüyünə baxaq. İraslar başladı. Aha. Məncə 18-dir hündürlüyümüz. email sözü sanaçın da olmalı. Yeri dəyişsin. Rəng olaraq. Aha. Əksinə olmalı. Bax, Mən heç açmışam amma müəllim. Sən burada aşağıdakı açıq olmalı, deyil mi? Onu açmışam. Sən burada buna baxmalısan bax. Sən inputun budur. Buradakı hündürlüyü nədir? 18. Minimum 24. Minimum. Bunu sənin üçün istəyən 24 qoyum. Underline yerləşdirmirsən burada altdan xətt. Bunu da indirməlisən aşağı. Bunun align'ını avtoliatdır bu. Yox, avtoliat deyil. Bəs indirə bilmirəm axı aşağı. Aşağı indirdim. O belə. Hətta bu Məmmədzadə ilahəni də indirir aşağı. İndirdim aşağı. Şifrə özündə. Yox, Baxaq da şifrə. Okey. Şifrəni görmək olur. Yox. Niyə? Beş səhv yazmısan. Göz işarəsi olsunlar nə? Hə, doğrudan göz. O biri dizaynında universitetdən olsaydı göz qoymuşdum, bura qoymuşdum. Yaxşı, onu tutan göz qoydum ora. Nəyi gözü tıklayacağım və orada görünəcək. Onu prototip verəndə nə edəcəm? 10 tərs? Bir gözün üstünə xərət, bir də açıq
Evet. Bunun kopyasını çıxarırsan. Ancaq o quşlar Mənim o qeyd olmadı lazımdır. Hələ qeyd olunur, bu dəqiqə gedir. Bunun kopyasını çıxartdın. Buradakıları göz işarəsi eləyəcəksən. Burada göz bağlı şəkildə olacaq. Burada da göz açıq şəkildə olacaq. Sən buradakı, düşün ki, bu göz işarəsində. Bu göz işarəsindən bura prototype verəcəksən və burada parolu açıq şəkildə yazacaqsan. Yazacaqsan ki, məsələn, ilahi bir güc. Bir şey gələ bilər. Məsələn, 2 dənə komponent set edib elə də eləyə bilərsən. Bax, Gülzar bir dənə məsləhət verdi ki, dedi ki, müəllim, gəlin bu ikisini ataq kənara, bunların açıq variantında eləyək, 4 dənəli input olacaq da. Bunu komponent set kimi eləyək. Komponent set kimi eləyək. Alta kopyalayıb qoymayaq. Icon-lar deyirəm, Icon açanda elə daxilində bu da olsun da, yazı. Bu inputlar da setin daxilində olsun. Dediniz ki, daha artıq onu aşağıya qoymağımıza ehtiyac qalmayacaq da, düzdür? Bəs aşağı qoymaq? Bunu qoydunuz aşağıya nümunə olaraq. Komponent set edəndə ondan 4 dənə yaradanda variant şəkildə aşağıda bir tərəfdə bir küncdə qoyanda. Sonra yaxşı gözə tıklayanda və oradan prototipdən nə verəndə after yox, on click, on tap və change to olacaq. Yəni dəyiş buna. Buna klikləyəndə bu input buna dəyişsin. On tap, change to bu. Elə bu daxilində dəyişəcək. Öz daxilində dəyişəcək, hə. Öz daxilində dəyişəcək. Yəni orada kopyalayıb yaxşı, eləyərəm. Eləyə bilməsən yazarsan, hə? Yəni kopyasını bilməsən yazarsan. Alınmasa yəni. Aha, buyur. Aha. Nə? Bunun peycin. Aha. Nə aşağı düşür, sağ tərəfdə filə baxmasın. Yox, sağ panel var, bildiyimiz filə var. FFF var. Deyir ki, yəni FFF qoyma çox ağ, yaxşı görünmür. Bir ton tündünü. Ekranda ağ vermirsən axı. Bu background ağ, düm ağ vermirsən. Bax, yazıb kod buna FFF-dir. Problem nə idi? Nədir? Yeri yazaydı orada. Buyur. Deməli, mən Command J-ni tıklayanda əvvəllər, Command J tıklayanda arxadakı kolumsun rəngi var. Məsələn, o çəhrayəndir, biz hər rəngi çevirə bilərik, düzdür. Onu tamamilə bağlayırdım, ağappaq görünürdü və mən ona görə ürəyim istəyir, mənə lazım olan rəngi rahatlığına buradan da söndürə bilərsən. Yox, mən istəyirəm ki, Command J işləmir də, Command J ilə olmur, eləmək olmur. Sizə yəqin Ctrl J-dir də, düzdür, siz onu nə ilə bağlayırsınız? Mən belə firidi bağlamıram, bağlayandınız buradan. Oradan prosta gözləyəm. Buradan bağlayıram. J-yi daxilində belə araşdırıb baxıyorum. Ctrl J-yə basıram. Mən özüm bilirəm. Baş geri get. Və fərqindəyəm ki, o rəng orada düzgün deyil. Mən ağ istəmirdim o olsun. Yəni, ağ olmamalıdır. Burada ağı dəyişib bir ton tündünü. Qeyd basaq. Bəli. Mənim qabağımda quşlar arasını qoymaqda ehtiyac yoxdur. Mən də işləməm. Bunun gözlə dəyişəcək də. Dəyişəcəm. Bunu göz eləyəcək. Baxdığım nümunələrə əsasən az nümunələr. Adı meyli göz eləmir. Parolu göz eləyəcək, hə. Meylə nə? Meylə prosta. Meylə bu yox, heç şey qoymaya ehtiyac yox. Yaxşı, Düz yazdığını bildirirsən. Ehtiyatda olur ki, çox vaxt Düz yazdığını bildirirsən. Təsdiqlə. Çox balaca deyil. Baxaq ölçüsünə. Onun işidir. Kliklənə biləndirsə balacadır. Kliklənə bilən deyilsə ehtiyac yox. Böyütməyə. Kliklənmir də mənim o. Klikləməyəcəm də onun işarəsi. Prosta yazanda deyəcəm. Belə quş gəlişən düzdür. Nümunələrə baxa bilməmişəm. Mənim bu şeyləri, bu detalları özümdən. Bax bu pejdən bu pejdən arasında amma çox fərq var bax. Bu daha yaxşıdır. Məsafələri falan qəşəng qoymusan. Confirm password nə qədər şey istəmirsən? Nə qədər password şey yazırsan? Password confirm password. Sonra sign up. Uzundur. Silindirsiz confirm. Yox, ehtiyac yox. Yox, demirəm. Ulduzlar çox istəyirəm yəni. uzundur. Şey kəsərəm onları çıxardarım. Yox, ehtiyac yoxdur. Bir dəqiqə mən klikləyəndə niyə başqa yerə keçir bu? Niyə öyle bir şey? Öyle bir şey var. Hal-hazırda var.
gəlir, like. Gəlirik bura. Bax, prototype-a klikləyirəm. Keçirəm prototype-a. Bax, buradan page-dən page-ə prototype vermişsən. Bax. Nə eləmək istəyirdin? Elə bilin ki, kartların davamını scroll eləmək istəyirdin. Yox, scrollda elə olmayacaq. Gəl. Bax, məsələn, bunu seçdim bunu. Gətirəm, yerləşdirirəm. Ctrl-Z edeyim. Kopyasını gətirirəm, atıram bura. Kopyasına da ehtiyac yoxdur. Özünü gətirim, atım zaten dəyişir. Getdik, atırdı bura. Bu nədir? Bunu da götürür. Atırıq aşağı. Atdıq. Və gəlin bu ikisini bir yerdə aktualiat edək. Ya da ki, gəlin bu aktualiatı bunun içine ataq. Atdıq. Düşdü. İndi nə edirəm? Sağ tərəfə scroll şəklində edəcəksiniz. Fərqli olsun, necə istəyən edə bilərik. Bura olsun. O belə okey. Bunu seçdik. Bu qədər. Sağ tərəfə scroll horizontal olmalı. Altta zaten kartlarımız var. Bu bunun scroll'udur. Başlıq yerləşdirirsən ki, məsəl üçün divanlar. Mən onu ürəyim necə istəyirsə o cür dizayn edeyim. Yoxsa müştəri deyəcək ki, mən sağ tərəfə scroll istəyirəm və ya alt tərəfə. Fərqi yoxdur, yəni Mən müştəri də alt tərəfə scroll edeyim. Sən uzun daimi scroll getsin. Və ondan sonra sağa scroll daha yaxşıdır. Mesela kategori alır. Biz nə etmək istəyir? Sadəcə telefon uzatsın şeyi. Şeydə desktop frame. Sadəcə olaraq aşağı doğru. Aşağı zaten qoyacaqsan da çoxlu kartlar. Bir də yan tərəfə olacaq. Olsun da. Məsələn, top ən çox. Yan tərəfə çox olsun. Yan tərəfə belə çox. Hətta müəllim onu Çox qoymuruq axı. Müəllim onu deyir. Çox qoymuruq axı. Sonra daha çox qoyasın, elə. Çox qoymasın da, ən çox çatış, ən çox ən çox. Kartlar gəlir, mesela 4 dənə kart çevirirsən, 4-5-ci də kart boyda olur, üstünə daha çox qoyasın. Ola bilər. Ya da bir dənə ox qoyulur. Oxu tıklayırsan, daha yeniləri açılır sağ tərəfə. Təzə pəncərə sonra. Onu necə eləmək lazımdır? Bir də bunu horizontal edək. Horizontal olmalıdır məncə. Bir dənə like-yə keçək. Belə. Neylədiniz ki, mənim? Bu kartı Ctrl-Z edeyim. Aralarına 24 qoymuşsun. Olar. 20 qoymuşsun, sonra 24 elədim mən. Biraz da nəfəs alsın. Keçir görünəm o məsafəli. Neynədim? Kartlarımızdır, elə deyil. 4 dənə kartımız var. Bax, burada bu onun border boxudur. Gətirirəm. Yerləşdirdim bura. Məsələn, bu qədərini görünmək istəyirəm. Clip content'i açıq qoyuram buradan. Hop, bunlar görünməyəcək. Scrollda görünəcək bunlar. Gətirəm, atıram bunun içinə. Və buradan prototype'dan təbii ki seçirik. Horizontalı. Soldan sağa. Gətirirəm, bura yerləşdirirəm. Məsələn, gətirdim. Aşağıda eləmək istəsəydi vertikal seçəcəkdik. Seçdim, bir də align eləyək mərkəzə. Oldu. Gətirəm aşağı. Və indi sağa doğru scroll eləyəndə gedir. Belə daha smoothdur, belə daha yaxşıdır. Üstəkiləri də o cür düzəldir. Sonra, tapbarda prototypin yoxdur. Yox, onu hələ eləməmişəm. Soruş. Niyə bütün belə kartlar ancaq belə alta düşəcək? Yox, yana verdi də. Yana verdi, belə. Sonra başlıq qoysan daha... Onu ancaq üstə qoyaq. Ora bilsən sözlər yazacaq, mətbəx yoxdur, ancaq belə kreslolardır. Bax. Ora bir söz yazacağım da bir sonraki. Bax, indi məsələn mən belə uzadım bunu. Bunun yeri olduğu kimi qalacaq. Bunu uzadıram. Baxın, məsələn, sonra gətirirəm bunu. Fix scroll.
Hə, fixed eləyəcək onu. Gətirirəm, məsələn, bunu atıram bunun içinə. Yana atmaq istəyirəm, yana düş. Atım kənara, yaxınlaşdırım. Yana. Aha, onu elədik, yana, doğru. Ha, burada da klip kontentası qoyuram ki, görünməsin. Sonra prototype. Scroll'u horizontal elədik. Gətiririk, atırıq bu işin daxilinə. Kartlara ad versən daha yaxşı olar. Avtoliadlar olar. Sonra gəlin buradan bir dənə prototype align elədim. Aralanıcı məsafəni biraz artırım. Məsələn, görün nə qədərdir. 23, oldu 24. Gətirirəm, bunun bir dənə kopyasını çıxarıram. Atıram bunun aşağısına. 24, okey, buraxdım. Arxaya verirəm bunu. Ay, sağ ol. Verdim arxaya. Əla. İstəsəm biraz uzadıram dizaynımı. Gətirirəm bunu biraz da. Bir-birinin kopyasını qoyuram da elə bu kartların. Hələ ki, amma sən eləmə. Biz vaxtı qənaət etmədik. Elədik 24. Okey, pis. Əla. İndi gəlin baxın, bunu gəlirik bura. Baxaq, yuxarıda məsafəmizi az vermişik. Bunun məsafəsini biraz da seçək hamısını bir-bir. İstəsən əgər bunları özlüyündə də avtoliat eləyə bilərsən. Bax, bunların hamısını bir-bir avtoliat eləyə bilərsən qrup şəklində. Öz aralarında? Məsafəyə baxaq. Bu sürüşdü. Səncə nəyə görə? Sürüşdü, görmədim. Bax, burger barını sürüşüb. Çünki constraintsini düz seçməmiş. Mənim o constraints temasında biraz köməklik edə bilərsiniz. Buyur. Nədir? Məsələn, çətinliyi nədir? Bax, tutalım ki, constraints yığırsan. Daha doğrusu constraints dizayn yığırsan. Bax, burada hamısını bir-bir klikləyib constraintsini seçməlisən. Bax, biz burada kartda bunu dartanda aşağı, bu da sürüşüb gəlirsə, deməli bizim constraintsimizdə problem var. Klikləyirəm. Left top eləməliydim. Məsəl üçün, o tərəfdəki işarə nədir? Məsələn, tutalım ki, qara var mənim kənarındakı. Məsələn, bu right top şəklində və yaxud da center, yox da top elə centerdir da. Right center kimi. Düz başa düşmüşəm. Düz başa düşmüşəm. Amma şeydir, burada constraints verməməsən. Verməyi unutmuşsan constraints. Kartlara da constraints verməliyəm. Center, sağ və sol. Yox, yuxarı və istəyirsən ki, sən bu kartı, daha doğrusu bu frame'i böyüdəndə sürüşməsin aşağı. Bunun constraints olacaq mərkəzə və ortaya. Bax belə. Bu burada necə seçilir? Top center. Top center. Bax, top center seçilir. Gələ indi buna baxaq təzədən. Birisi responsivdəki şeydə biraz oldu. Constraints. Yadınızda keçənlərdə. Amma heç orada constraintsli bir şey yox idi. Yox, mən də elə bilirdim ki, kartlarıma düzgün constraints vaxtında verməmişəm də indi kartlarıma da ölçülərini düzgün qoya bilmirəm. Baxın, dizaynımız, bunu fix eləməmişik dostlar, sürüşür. Seçirəm bunu tez, fix eləyirəm. Bunu position eləyirəm, fixed. Fix oldu. Baxın, həm sağa sola scrollumuz var, həm yuxarı aşağı scrollumuz var. Belə daha əladır. Amma burada nəyimiz çatmır, dəyərli dostlar? Başlıqlarımız çatmır. Bu məsələdən mətbəx deyil də düzdür, nəysə. Məsələn, qoya bilərsən ki, qonaq otağı, nə bilim, mətbəx, nə bilim, loft qoya bilərsən, daha minimalizm qoya bilərsən, nə bilim, o interyerə aid terminlər var da. Buyur. Bizim background'un rəngində Dəyişəcək, ağ eləmişik. Gələnci frame'lər var ya. Kartlar. Ya da çox rəngə, ya da
Kartda rəng yoxdur axı. Kartda rəng yoxdur. Şəkil və sözdən ibarətdir. Kartdan fərqli olsun. Desəm rəng verək. Bax, burada elə bir Background-da rəng verilsin. Çünki Və rəng yoxdur burada. eyni görsənir. Sən deyirsən ki, buna rəng verək. Ya ona rəng verək, ya stroke verək, ya da arxa background-u dəyişək. Arxa background-un rəngini dəyişəcəyik. Bir ton tündünü, bej rəngini qoyacaq. Belə mənə daha minimal gəldi. Kart xoşuma gəldi. Minimal xoşlayıram zaten də. Sevirəm konflikti. Yox, konflikt eləmirik. Yəni söhbətdə mən alışmışam. Hə, kartların arxasına kölgə kimi vermək bir şeylər deməmişdim. Siz bu kölgəni yadınızdadır. Ondan sonra da kölgə. Belə mən daha çox bəyənirəm belə olanda. Belə minimal. Amma başlıqların yoxdur. Benim başlıqların yoxdur. Daha çox butonun yoxdur. Daha çox. Aysa. Yoldaşlardan kimsə əl qaldırdı. Bəli. Şimdi tapa bilmirəm. Deyin də əl qaldırmayın. Nə olar deyin. Buyurun. Eşidirəm. Futbolluq yol vermişəm. Bu akademiyada bir dənə bizi bu dəqiqə. Bir də kimsə indi. Bizim üçün problem deyil. Sən işləyəcəksən. Yaxşı deyil ama ona göre çıkmak istiyorum. Dikkatimi zəbirləyə bilmirəm. Başım çox pis ağrıyor. Ona görə. Tamam. Amma tapşırığı hazırlığa gələn dərsə. Yox, 5-ci gün Azərbaycan siz 5-ci günə Android-a. Bəli. Aha. Okay. Çətinliyi var idi başqa. Keçək bu peyci boşaltdıq biz. Bunu da eyni qaydada. Kliklərində bu açılır. Rəngləri belə verməkdənsə altdan vermək daha yaxşıdır. Sağdır. Yerini bəyənmədin? Kiçik səbəbləri deyirsən, onlar səhvdir. Kartlar bayaq bozulub, əlim nəyəsə dəyib, elə deyildi onlar. Mən nəsə səhv gözümə bir şey çatmadı. Çox yaxın deyil o birisinin qiymətinə. Bu məsafəsini artırmaq lazımdır. Olmur axı məsafəsini artırmaq. Bu 13-14-dür. Bunların ikisinin arasındakı məsafə paddinglər 16-dır. İki dənə yuxarıdakının aşağıdakının ölçüsünü 20 vermişdim, onu 24-ə çıxartdım. Qaldırdım. Sağdan soldan da sonra axı marjin nə gəlir? Marjin 4 verirsən? Hə, 4, 15, 16. Dedim ki, o qiymətdir, adıdır. Bunu elə kartın alt hissəsinə qoyub, altına belə qaranlıq kölgə kimi vermək olar. Qradiyent kimi belə tünddən açığa gedirək. Yoxluğa gedirək belə. Yox, bir dəqiqə. Onda yaxşı görünməyəcək. Deyir, background, şəklin bu kartın arxasına bura deyir, gradiyent rəng verək. Yox, yarıya kimi. Elə bir ki, Hətta bura qədər də, ya orta elə ki, bunları qaldırıb bura. Burada bir dənə gradiyent verib, burada yoxa çıxar. Bildim. Deyir ki, deyir, qiymət kartı. Sən eləyərsən. Sən bu oldu. Sən task oldu bu. Elə mən də baxım. Sən task oldu. Keçib digər peyjlərimizə. Okay, bunu dedik. Rəy bölməsi var. Eləyəcəm. Aha. Bura kart nömrələrimizi yazırıq. Yaz. CVV ilə Xmiral nə yazır? Bunlar düzdür. Biz qeyd edirik. Var açanızda. Mən expire date ilə CVV-ni hələ yazmamışam, onları çatdırmadım, eləyəcəm. Bura xahiş edirəm ki, həqiqi kart qoyarsan. İçində pul olsun. Aha, əla. Baxa bilmirik, sifarişimiz hardadır. Onu profildən baxacağıq. Profildən review deyirsiniz yığım, sonra nə yığım? Keçək. Kartlar nə yerləşdirsən? Wishlist yerləşdirməlisən, profil yığmalısan. Tapbardakı hər şeyi yığmalısan demək olar. Cümə demək. Cümə dedim, bax öyrət. Müqəddəs gündür. Dindarlar olaraq. İsmail Ahmet. İsmail'dan söhbət getmir də. İsmail yarı dindar. İnşallah. Gəldik bu hissəyə. Bağlayırıq. Mən orada yazıcı saxlamışam. Səbəb. Altına
altından mətn yazmalıyam. Yemək Bunları yemişdim. yazacağam. Ona görə onu araşdırmışam. Şuramız sönmüşdü. Ayda benim mənə sözüm oldu sən şuramı sönmüşdü. Şuramız sönmüşdü. Buzovnada tez-tez işıqlar sönür. Buzovnada qalırsınız. Sizin 2 saat yolunuz. Keçsəm olar. Olar. İlhan gözləyir ki, mən onu deyim. Yox. Neçədə yığmısan? Onu 14'te yazmışam ama. Başlayaq. Pozitiv falan verməmişəm. Əlinə, damaş. Aha. Heç nə yazmamışam. Sadəcə bir dənə interfeys yazmışam burada. Scroll heç nə yoxdur, hə? Yox. Dizaynda ISO-na ora gəldi, bax. Biraz sıxlığı var, biraz fərahlaşdırmalısan, məsafələri artırmalısan. Və bir də tapbarı Aşağı salacam zaten belə aşağı scroll. Tapbarı sən necədir belə ki, biraz sıxmısan əlinlə belə. Məsafə falan verməzsən. Mən deyirdim ki, Zaten çox biraz artır da məsələn, nə qoymusan məsafəmizi? Aygün Kazımova. Murad Boz. Baxaq məsafəmizə. Nə qoymusan? Görə bilmirəm. Yox, ikondan yox. Mənə option buradan, avtoriyadan. Baxaq. 8. Bunu artıraq edək, olsa 12. Heç olmasa 14. O zaman 16. Biraz artır. Bizə nəyə görə deyirəm? İndi prototip verəndə özündə görəcəksən. Klikləyəndə bir də baxarsan ki, o bir başqa şeyə basmısan. Məsafəniz olanda. Onu götürək. Bizə necə? Məsafəni az verəndə buna klikləmək istəyəndə barmaq deyib bilinmir, hiss olunmur. Basırsan o birinə gedə bilər. Ona görə biraz məsafəni artıq qoymalısan. Sağ ol, sol mən belə fikirləşmişdim indi burada. Scroll edəndə sola sağa kiçikdən böyüyə gəldi. Onu prosa necə edəcəm bilmirəm. Gələ araşdırdım. Onu necə edirik? Bunun kopyalarını çıxardırıq. Bax, bunun kopyalarını çıxardırıq. Bir qrupdur bu, qrup deyil. Yox. Bunu qruplaşdırırsan, atırsan aşağı. Sonra bunun neçə dənədir? 3 dənə kopyasını çıxarırsan. Birində bax, bunu çevirirsən sola, bunu gətirirsən ortaya. Bunu kiçildirsən, bunu böyüdürsən. Bax, belə başlananda. Bax, bunun kopyası 3 dənə deyil. Bu üçünün kopyasını gətirdin, buraya yerləşdirdin. Bu normal halıdır. Sonra bir dənə kopyanı çıxarsan, bunun altına. Şəkillərini dəyişirəm. Ayrıca şəkillərin yerini dəyişsən və ölçülərini də dəyişsən. Bu sola gedəndə balaca olacaq axı. Bu böyük olacaq. Tamamlamadı. Anladım, amma ölçünü dəyişməyi çətinlik çəkməməyə. Niyə? Bilmirəm. Son ortadakı ilə soldakını ayrı-ayrı yapmışam. Ayrı-ayrı deyəndəki, yəni əziyyət çəkmişəm da bildim. Qiymət eləmişəm. Nədir problem? Şəkildə balacalaşdı. Avtoriat eləmişsən? Eləməyə bilərsən. Nə var ki? Yazılı şəkildə. Tamam, dediyimiz kimi. Hər dəfə yerini dəyişdikcə mərkəzə gələni böyük, digərlərinin balaca. Sonra sağdakına klik barmaq falan qoyacaq. Sən belə də çevirə bilərsən. On-drive də verə bilərsən soldan sağa. Amma sonsuz eləmək istəsən də sonsuz. Avtoscroll. Ondakı elə bil ki 3 dənəni qoydun, sonra altdakından ən üstdəkinə prototip. Şəkil qoy, biraz asan eləsin. Amma o qədər şey olmadı, effektiv olmadı, istədiyim kimi olmadı. O heç o cover'ın çəkilidir, elə bir şey, arxasını vermişəm biraz da opasını vermişəm ki. Qəşəng. Musiqi ruhunu yansıdır. Mən playlistə necə baxıram? Nəyə? Playlistə necə baxıram? Mən o birin musiqiləri siyahısına. Normalda Spotify işlədənəm. Bunu belə aşağıya, Spotify'da belə aşağıya eləyəndə. Gəlir davamlı. Bir də ki, yuxarıda favori ikonu qoymamışdım əslində. Qoymamışdım, yuxarıya qoymuştum. Sonra onu əlavə. Yaxşıdır, yeri yaxşıdır. Yeri yaxşıdır. Aşağı saldım, yuxarıya o settings'i qoydum ki, nə bilim, mahnını silmək, paylaşmaq olar. Silmək olar.
Qəşəngdir, bəyəndim. Amma az işləmsən, çox az işləmsən. O biri şeydən də işləyəcəm. Nə bilim, ora keşfət qoymuşam. Bu niyə buradadır ki? O giriş, ona nə bilim, giriş. Başqa şey qoydu. Maraqlı bir şey qoydu. Başqa şey qoydu. Bir də məsafələr artır. Sənsən bu? Cavanlıqlar. Yapacaq şeylə. Deməli, ikinci tapbarda ikinci library qoymuşam. Üçüncü keşfətdir. Keşfət? Yəni trenddə olan. Amma oxşamır yəni. Ora nə qoyum bilməm. Keşfətə nə qoya bilərik? Keşfətə nə qoya bilərik? Sözümüz var. Ya da belə ulduz qoya bilərəm. Necə ulduz? 4 güşəli. Basminka. Oya. 4 güşəli ulduz var, Tomsda. Bildim. O deyib. Yəni o keşfətin yansıtısında xəritə qoyursan, dünya qoyursan, ya da bir şey qoyursan. Xəritə qoy. Azərbaycan xəritəsi. Xırdalan xəritəsi. Rekord edir Məhəmməd Papasan. Şey eləyəm, məsələn, logosunu qoya bilər. Nəyin logosunu? App'in logosu. App'in logosu yoxdur. Aslında belə bir şey də edə bilər. Əlavə ikonda qoya bilərəm. Çünki plus kimi ola bilər. Mahnı yükləyə Ola bilər. Bu da ki bizim nümunəmiz. Dizaynı çox qəşəng, çox bəyəndim. Bu hissəni vəbşə bəyəndim. Özüdür. Hər mahnıya dəyişəcək. Bir də yuxarıdakı misal üçün əgər hissər qoymuşam, nəsə olmadı. Nə oldu? Saat. O deyil. Bəlkə götürdüyün 13-14-ün neyindi? Baxmışsan ona. Belə paputu çıxan bir dənə şeydən götürürsən. Çox da belə dəqiq olmaq lazımdır. O nəsə 16-nın falan deyir. O sadəcə bizim, yəni biraz azar. Bu, bu 16-nın da əslində. 15-in ya 16-nın da belə. Paputu biraz yer bıraxdıq. Minimal. Bu daha qəşəng. Həm də oxuyur. Loading gedəcək. Qəşəng, amma bəyəndim. Gülay xanımın işi hardadır? Buyurun, deyə bilərsiniz. Sinemanın içindeydi. Sinema. Bunun daxilində. Bundan şey başlamışam. Səsimiz göndərəm, orada film qeyd Amma kursu hələ qeyd eləməmişəm, kursda qeyd edəcəm. Amma kursda görə o dashboarda qoyacam. Əlavə şeylər də qoydu, əpin falan qəşəngdir, onlar da qoyarsan. Gərək ingilis seçəcəm. Niyə? Bəyənsən bizim ölkəmizdə rekordda gedir burada. Biri var, biri bitim. Budur. Mənə onu necə yoxsa çevirmək olar deyə bilərsiniz. Mən bilmədim onu. Buradan frame'imizin, belə deyim də, frame'imizi gəlirik buradan seçirik. iPhone 13-14'ü seçirik. Dediyim kredi yığırıq içinə, kredi yerləşdirib, başlayırıq yığmağa. Bunu mobil app'ə çevirmək üçün burada tab barımız olmalı. Bu bildiyi responsivdir. Əgər videoya baxmışsınız, orada deyirəm, mobil app'də footer olmur. Və tab barımız sağ tərəfdə yox, sol tərəfdə olur. Logoya ehtiyac yoxdur. Tab bar yığırıq bir dənə. Bu seçimimizi, burger barımızı yerləşdiririk sola, tab barımızı aşağı yerləşdirdik. Kartlarımız falan hər şeyi yerləşdiririk. Olur app. Yəni sən Behance-dən girib yazsan movie mobile app yazıb axtarsan çıxacaq. Yəni Məhəmməddəki kimi. Bu mobil app deyil. Bu sadəcə responsive dizayndır, web dizayndır.
Yəni bunu mobile app'ə çevirin. Behance-dən axtarın mobile app'lər, movie film üçün, yəni movie üçün axtarın. Yəni bu bildiyin responsive dizayndır. Yəni bunu Android üçün yox. Yəni bu bildiyin responsive dizayn, websaytdır bu. Yəni bu şey deyil. Mobil app deyil. Mobil app üçün daha qəşəng nümunələr. App'ını çox fərqli tuta bilmədim açığı. Necə? Mən Android-lə iPhone üçün fərqlərini çox tuta bilmədim. Bax, şriftlər, ölçülər vermişəm orada. Ölçülər vermişəm. Və bacardığın qədər minimal kölgələrdən falan istifadə eləməməlisən. Bacardığın qədər minimal işləməlisən. Daha məsafələrini çox qoymalısan. Sonra verdiyim şriftlərdən istifadə edə bilərsən. Sonra məsəl üçün girib iOS-dakı tətbiqlərə baxaraq orada hansı minimallıqdan, hansı rəng tonlarından falan istifadə edə, onlara baxa bilərsən. Belə. Nümunədə kino saytı tapmadım, ona görə... Sayt yox, app. Yəni, app'ı tapmadım, ona görə məşin çatmadım. Gəlin buradan yazaq. Movie yazdım, mobile app yazdım. Baxaq. Baxın, burada çıxdı mənim qabağıma. Biri çıxdı. Məsələn, ilk elə ən birinci çıxana baxıram. Baxın, endirirəm. Baxın, burada filmlərdir. Yenə aşağı. Baxın, belə. Tab barı yerləşdirib. Burada hətta bilet zad da almaq olur. Baxın, belə. Yəni, bir dənə öz dizaynınızla bunun arasındakı fərqə baxın. O responsive dizayndır. Onu bir dənə mobil app'ə çevirməlisiniz. Nümunələrə çox baxın, çox araşdırın. Onu sabaha qədər heç olmasa mənə bir işdən nümunə atın, mən baxım. Yaxşı. Hazırlayın, mənə atın. Xeyirli dur.